Tanınmış televiziya aparıcısı Elgiz Əkbər sosial şəbəkələrdə geniş yayılan və müxtəlif zarafatlardan ibarət mimikaları ilə bağlı danışdı. Aparıcı bildirib ki, efirdə emosiyalarını gizlətməsi, bəzən isə qonaqların reaksiyasına verdiyi təbii mimikalar onu bu cür videolarla mütəmadi gündəmə gətirir. Elgiz bəy, sizi ümumiyyətlə hər kəs çox səmimi, sadə, sevimli bir insan kimi tanıyır və sizin o sadəlik, səmimilikdən irəli gələn bəzi mimikləriniz ki var, hala ümumiyyətlə gündəmlərdə, belə deyək, videolarda kimlərsə hansısa istəyin bildirəndə ondan istifadə edir. Bax, istəyərdim ki, bundan danışasınız. Yəni, bu sizə necə təsir var? Yaxşıdır, yoxsa necə? Vallahi, çox elə bir zamanda yaşayırıq ki, insanların üzünü güldürmək, onların qəlbinə oxşamaq biraz çətin olur. Ən azı müharibədən çıxan bir xalqıq. Ondan sonra çoxlu, nə bilim, vətəndaşlar var, görürsünüz ki, həyatlarında baş verən hansısa çətinliklərdən dolayı qəmli olur, qəmlənir və belə insanlara xoş ab-hava bəxş eləmək, onların könlünü açmaq həqiqətən də çox xoşdur. Əgər siz deyən kimidirsə, mən buna görə çox məmnunam, çox xoşbəxtəm. Təbii ki, bu məsələdir. Olurmu ki, heç məsələn birdən sosial şəbəkədə işləmək mütləqdir. Sosial şəbəkələr üçün hərdən olurmu ki, fikirləşirsiniz bu hərəkətinizdən düşəcək ora? Yəni bilərək etdiyiniz mimikləriniz varmı? Bilirsiniz, mən artıq 20 ilə yaxındır televiziyada çalışıram. Mənim fəaliyyətim televiziya ilə bağlıdır. Sosial şəbəkələrlə mən görürsünüz ki, heç bir verilişim yox, heç bir nətər belə deyim ki, özdə məsələn siz mənim səhifələrimə baxsanız, izləsəniz məni, siz görərsiniz ki, mən heç ayda bir dəfə canlı açmıram, 2 aydan bir. Hətta TikTokda mən açılan gündən cəmi 2 dəfə ya 3 dəfə belə. Yəni mən o nətər deyirlər, o platformaya işləmirəm. Yenə də deyirəm, o hansı ki bir situasiya yaranır, nə bilim, xoş bir ab-hava olur, nə bilim, nə olur, bilmirəm. Onu insanlar paylaşırsa və bundan kimlərsə zövq alırsa, onlara xoş gəlirsə, mən buna görə çox xoşbəxtəm. Amma xüsusi durum nəyəsə əvvəlcədən yox. Bilirsiniz, o təbii olmaz və çox süni olar. İnsanlar da o dəqiqə anlayar. Başa düşürsünüz, o məncə olmaz onu eləmək. Elə şey, vallahi heç məndə alınmaz da. Heç onu mən bacarmaram da. Tam səmimi deyirəm.